Salam əziz şagirdlər, necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Biz bugün sizinlə onluq və təklik mövzusunu öyrənəcəyik. Əgər hazırsınızsa, dərsimizə başlaya bilərik. Dərsdə öyrənəcəyik. 2 rəqəmli ədədlər, onluq və təklik, tapşırıqlar. Lalənin 34 muncuğu var idi. Lalə muncuqlardan özünə qolbaqlar düzəltmək istədi. O, bir qolbaq üçün 10 muncuqdan istifadə edirdi. Lalə öyrənmək istəyir ki, o 34 muncuqdan cəmi neçə qolbaq düzəldə biləcək? Amma bunu necə tapacağını bilmir. Buna görə də bizdən kömək istəyir. Əziz şagirdlər, gəlin mövzunu öyrənək və Laləyə kömək edək. 2 rəqəmli ədədlər. Əziz şagirdlər, ədədləri yazmaq üçün rəqəmlərdən istifadə edilir. Rəqəmlər bunlardır. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bəli, bu sırada 10 yoxdur. Rəqəmlər 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9-dur. Gəlin baxaq. Məsələn, 4 özü rəqəmdir. 7 də rəqəmdir. Biz bu 2 rəqəmi yan-yana yazsaq, bizdə bu rəqəmlər birlikdə ədəd əmələ gətirəcək. Yəni, 2 rəqəmlə yazılan ədədlər 2 rəqəmli ədədlərdir. Gəlin baxaq. Məsələn, 2 özü rəqəmdir. 2-nin yanına mən 3 yazsam, bu bizdə alınacaq 23 ədədi. Yadda saxlayaq ki, 2 rəqəmli ədədin ilk rəqəmi 0 ola bilməz. Məsələn, 0, 3. 0 da rəqəmdir, 3 də rəqəmdir. Amma bunlar birlikdə bizə 3 ədədini verəcək. Çünki ilk rəqəmin 0 olması bu bizə heç nə vermir. Məsələn, mən yazsam 0, 5, bu ədəd mənə elə 5 ədədini verəcək. Onluq və təklik. Əziz şagirdlər, 2 rəqəmli ədədlərdə sağdan birinci rəqəm təkliklərin, ikinci rəqəm isə onluqların sayını göstərir. Məsələn, bu ədəd 47-dir. Biz dedik ki, sağdan birinci rəqəm təkliklərin sayını göstərir. Deməli, bu ədəddə təkliklər 7 dənədir. İkinci rəqəm isə o bizdə onluqların sayını göstərir. Deməli, burada onluqların sayı 4 olacaq. Elə isə gəlin, baxaq. Burada görürük ki, həqiqətən də onluqların sayı 1, 2, 3, 4-dür. Deməli, bizdə 4 onluq hansı ədədi verir? 40 ədədini verir. Çünki bunun biri 10, 10, 10 və 10-dur. Bizə 40 ədədini verdim. Təkliklərin sayı isə nə qədərdir? Bəli, 7 dənədir. 7 təklik elə bizə 7 ədədini verir. Mərtəbə cədvəlində baxaq. Mərtəbə cədvəlində onluqların sayına biz 4 yazacağıq. Təkliklərin sayına isə 7 yazacağıq. Ədəd üçlüyündə baxaq. Ədəd üçlüyündə biz 47 ədədini 40 və 7 olmaqla 2 hissəyə ayırırıq. 40 bizdə 4 onluq verir, 7 isə elə 7 təkliyi verir. Deməli, 47 ədədində 4 onluq və 7 təklik var. Onluq və təklik. Çöplərin sayına uyğun olan ədədləri müəyyən edin. Əziz şagirdlər, gəlin baxaq. Sizcə burada onluqların sayı nə qədərdir? Biz onluqların sayını tapmaq istəyiriksə, onluqları
saymalıyıq. Bəli, bu bizdə 1 onluq, 2 onluq və 3 onluqdur. Deməli, onluqların sayı nə qədərdir? Doğrudur, 3 dənədir. Bəs təkliklərin sayı nə qədərdir? Elə 1 dənədir. Buna görə 3-ün yanına 1 rəqəmini yazırıq. Və bizdə alınan ədəd 31 ədədidir. Əhsən sizə. Keçək digərinə baxaq. Sizcə burada onluqların sayı nə qədərdir? Bunu tapmaq üçün biz onluqları saymalıyıq. 1, 2, 3 və 4. Deməli, burada onluqların sayı 4 dənədir. Yaxşı. Bəs təkliklərin sayı nə qədərdir? Təkliklərin sayı 1, 2, 3. Deməli, təkliklərin sayı 3 dənədir. Yazdıq. Sizcə hansı ədəd alındı? Doğrudur, 43 ədədi alındı. Əhsən sizə. Əziz şagirdlər, biz artıq mövzu ilə tanışıq. Elə isə gəlin Laləyə kömək edək. Əvvəlcə bilirik ki, Lalənin 34 muncuğu var idi. Lalə bir qolbaq üçün 10 muncuqdan istifadə edir. Lalə öyrənmək istəyir ki, 34 muncuqdan cəmi neçə qolbaq düzəldə biləcək? Gəlin baxaq. 34 ədədində təkliklərin sayı 4, onluqların sayı isə 3-dür. Yəni 3 onluq və 4 təklik. 34 ədədi 3 onluqdan və 4 təklikdən ibarətdir. Bunu biz bu cür də yaza bilərik. 34 təkliklərin sayı 4-dür. Yazırıq 4. Onluqların sayı isə 3-dür. 3 onluq bizə, yəni 3 dənə 10 bizə 30 ədədini verir. Deməli, Lalə 30 muncuqdan özünə 3 qolbaq düzəldə biləcək. Axı o 10 muncuqdan özünə 1 qolbaq düzəldirdi. Deməli, 30 muncuqdan o özünə 3 qolbaq düzəldə biləcək. Və 4 muncuğu artıq qalacaq. Gəlin baxaq. Bəli, deməli, Lalə 30 muncuqdan özünə 3 qolbaq düzəltdi. 4 muncuğu isə artıq qaldı. Əhsən sizə. Tapşırıqlar. Ədədləri onluq və təkliklərini ayırmaqla ədəd üçlüyündə təsvir edin. Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz həll etməyə çalışın. Gəlin indi isə tapşırığın həllinə birlikdə baxaq. Deməli, birinci tam ədəd bizdə hansı ədəddir? Doğrudur, 28 ədədidir. Əziz şagirdlər, 28 ədədində neçə onluq var? Bəli, burada onluqların sayı 2-dir. Deməli, burada 2 onluq var. 2 onluq bizə 20 ədədini verir. Bəs təkliklərin sayı nə qədərdir? Təkliklərin sayı elə 8-dir. Deməli, 28 ədədi 20 və 8 olmaqla 2 hissəyə ayrılmışdır. Keçək digər ədədə baxaq. Bu ədəd 33-dür. Sizcə 33 ədədində onluqların sayı nə qədərdir? Bəli, onluqların sayı 3-dür. 3 onluq bizə hansı ədədi verir? Doğrudur, 30 ədədini verir. Yaxşı, bəs təkliklərin sayı nə qədərdir? Təkliklərin sayı 3 dənədir. Deməli, 33 ədədi 30 və 3 olmaqla 2 hissəyə ayrılmışdır. Əhsən sizə. Tapşırıqlar. Samir yumurtaları 10 yerlik qutulara yığdı. 3 qutu dolduqdan sonra
səbətdə 8 yumurta artıq qaldı. Əvvəl səbətdə nə qədər yumurta vardı? Əziz şagirdlər, video fasilə verərək tapşırığı özünüz həll etməyə çalışın. Elə isə gəlin tapşırığın həllinə birlikdə baxaq. Deməli, Samir əvvəlcə yumurtaları 10 yerli qutulara yığır və 3 qutu yumurta ilə dolu olur. Deməli, o bir qutuya 10 dənə yumurta qoydu. İkinci qutuya 10 yumurtanı yerləşdirdi. Üçüncü qutuya da 10 yumurtanı yerləşdirdi. Daha sonra görür ki, səbətdə hələ 8 yumurtası artıq qalır. Sizcə, əvvəlcə səbətdə neçə yumurta var idi? Bu deməkdir ki, bizdə burada onluqların sayı 3 dənədir. Bu bizdə 1 onluqdur, bu bizdə 2 onluqdur və bu da 3 onluqdur. Deməli, onluqların sayı nə qədərdir? 3 dənədir. Əgər məsələyə diqqətlə baxsaq görərik ki, o yumurtaları 3 qutuya tam doldurur. Deməli, elə onluqların sayı 3-dür. Keçək təkliklərin sayını tapmağa. Təkliklərin sayı da neçə dənədir? 8 dənədir. Deməli, təkliklərin sayını yazırıq 8. Bu deməkdir ki, səbətdə əvvəlcə 38 yumurta var idi. O 30 yumurtanı 3 qutuya yerləşdirir və səbətdə 8 yumurtası artıq qalır. Əhsən sizə. Əziz şagirdlər, biz bugün sizinlə 2 rəqəmli ədədləri, onluq və təklik mövzusunu öyrəndik. Bu mövzula bağlı bir sıra tapşırıqlar həll etdik. Ümid edirəm ki, dərsin üçün tam aydın oldu. Gələn dərslərdə görüşənədək.